Sabahınız xeyir, yeni videoma hoş geldiniz. Deməli, bugün biz Çində çıxaq küçələrə görək nə var, nə yox. Düzdür, bayram ərəfəsi olduğuna görə heç kim yoxdur yenə də. İndi metroya gedirəm, gedim metronu tapım. İnşallah yaxşı olacaq. Hostelimizdən çıxdıq şəkildə. Deməli, hal-hazırda Tiananmen meydanındayım. Dostlar, belə bir şey var ki, burada bir dəqiqə bayramdır. Ona görə millət var. Heç meydana girə bilmədim. O qədər çox izdiham var ki, meydana girmək. Çində vahid bir əmək haqqı yoxdur. Şəhərlərə görə dəyişir. Şanxayda $380 ortalama 2800 yuana qədər, Pekində $350 və şəhərlər balacalaşdıqca bu dəyər də düşür. Vergilər isə həddən artıq çoxdur. Yəni maaşdan 20%-ə yaxın vergi tutulur. Qiymətlər isə gördüyüm qədərilə Azərbaycanla demək olar ki, eyni səviyyədə ölçülür. Məsələn, 10 yuan, 15 yuan, 25 yuan bunlar hamısı hello. Milli geyimlərdə geyiniblər. Bunlar buralıq bahalıdır. Turistik bölgə olduğuna buralıq bahaçılıqdır. Yəni, bahar kimi bilinir. Ki, burada qiymətlər bahar. Hello. Burada da mantı satırlar. Sinirloz mantısı. Prosta necə mantıdır bilmirəm. Nədir içi bilmirəm. Bu videomuzda Tiananmena girə bilmədik, amma Tiananmenı ətraflı sizə çəkib göstərəcəm. Bir qapısıdır. Tiananmenın bir qapısı. Burada bayram abu-havası həqiqətən. Bilirsiniz, adama nə ləzzət eləyir. Bu şəkildə bayramların ən azından nə ilənsə qeyd eləyirlər. Bax, çox insan geyinib, əvvəlki tarixi paltarları geyiniblər, gəlirlər bura. Yəni, ən azından bayram nədir, abu-havası, nə bilim, hamısını hiss elətdirirlər də. Yoxsa o bizdəki bayramlar kimi deyil də. Baxın, hamısı uşaqlı, böyüklü. Geyiniblər, qəşəng səliqəli, baxın. Ən azından yaşadırlar, o abu-havanı yaşadırlar, özlərindən nəsə hiss edirlər, nəsə bayram olduğunu bilirlər. Yəni, bizdə bu dəqiqə bayramlar heç nə, yeni il oldu, gecə saat 12-də bir dənə fişəngah bitsin, nə bilim, Novruz oldu, bir dənə səməni tut, bir dənə axşam fişəngah bitsin. Bunlarda elə deyil, hamısı gəliblər mərkəzə, hamısı möhtəşəm geyimlərdə, qəşəng səliqəli geyimlərdə. Bu da tramvayları. Söhbətdən biraz yayındım, bu da tramvayları. Qapılar açıldı, keçək. Millət var. Acından ölürük. Hələ bura gələndən, Çinə gələndən hələ heç yeməmişəm. Yediyim tək şey Azərbaycandan gətirdiyim nədir onun adı? Durum olub. Başqa heç nə yeməmişəm. Əhali burada o qədər çoxdur ki, bütün yeməkxanaların hamısının ağzında böyük sıralar olur və bütün yeməkxanalar da möhtəşəm şəkildə işləyirlər. Acından ölürəm, axtar, normal yemək tapa bilmirəm. Hamısının tərkibində 90%-in tərkibi donuz ətdir. Halal mağazada hələ ki tapanmamışam. Ona görə şirniyyat almışam, məcbur. Dünən gün ortadan heç nə yeməmişəm, məcburam. Bura Pekinin ən məşhur restoranlarından biridir. Zhajiangmian restoranı. Sıraya baxın, qabağında bir-bir buraxırlar cəmaatı. Noodle hazırlayıb, qara noodle ərişdədən. Prosta ki, yenə deyirəm, buranın da içində noodle'un qiyməsi donuz ətindən hazırlanır. Sıraya baxın, görün nə qədər adam var. Bir-bir buraxırlar. Axır ki, yemək tapdıq. Pekin ördəyi durumu. Pekin ördəyinin durumu. Almışam, gedək oturaq yeyək. Bu da Pekin ördəklərimiz. Axır ki, bu Cemini, Allah Cemini'dən razı olsun. Bir tər tapmışım. Belə şey yoxdur. Nədir belə, hə? Bunu
necə yeyirlər. Nə ördək et, ördəyin əti dadlı ola bilər. İçinə şeylər vurub. Ət də belə və nə bilim. Güya pomidor, xiyar kimi şeylər. Bilinmir şirin, ürək bulandırıcı. Məcbur qalıb yeyirəm, prosta neyim. Amma ki, yəni bundan sonra buna pul verən deyiləm da. Nə bilim, özümü zorla saxladım. Necə yediyimi bilmirəm. Axı özümü məcbur bitər çıxdım ki, cəhənnəm yeyim. Mədəmə nəsə girsin, Allaha and olsun, yəni ki, yeyiləsi bir şey deyil da. Bilmirəm, içinə nəsə vurublar, şirin sos töydü, nağardı, bilmirəm, ördəyin üstünə bal yaxmışdılar. Nə bilim, təmiz ürək bulandırıcı bir şey çıxmışdı ortaya. Adam gəlib soruşur ki, ha, Sörkədənsən. Ni hao. Hello, ni hao. Translate edir ingiliscə ki, haralsan. Amma yox, həqiqi mehribansan. Turkish. Yes, Turkish. Mənlə ünsiyyət qurmaq istəyir. Nə, heç bir dillərdə bilmirlər. Aha, heya, kəpiya, heya. Xalq hamşıdır, çöllərdə. Pekin ördəkləri satılan yerlər. Burada millət oturub yeyir Pekin ördəyin, amma bəlkə özün yesiydim, yaxşı idi. Prosta durum düzəltdirdim. Durumun içinə xatırlamaq istəmirəm və həqiqi xatırlamaq istəmirəm. Hal-hazırda Çinin Targovusunda, Pekinin Targovusunda geniş məhəllə, böyük dükanlar, tanınmış firmalar, Zara olsun, Polosport olsun, Descent olsun, hamısı tanınmış firmalar. Yəqin ki, ikisinin adını səhv dedim. Demək, çox da tanınmıyor. YouTube'a da video çəkər. Wanfuqing küçəsi, Pekin. Bura şəhərin ən məşhur ticarət və piyada küçəsidir. Hər gün yüz minlərlə insan bura axışır. Küçə boyunca dünya nəhənglərinin flaqman mağazaları ilə yanaşı Çinin ən qədim brendləri burada yerləşir. Küçənin kənarları Snack Street, Qəlyanaltı küçəsi ilə məşhurdur. Orada egzotik küçə yeməkləri var. Pekinin ən qədim və tanınmış ticarət küçələrindən biridir. 1.6 kilometr uzunluğunda olan bu küçənin böyük bir hissəsi yalnız piyadalar üçün nəzərdə tutulub. Qabağında at şiir, arxasında da digər atlar gəlir. Həsən qapıldı. Heykeliymiş. Ni hao. Heykeliymiş ya alıyor. Allah hakkı bir hafta elə biləm ki. Əlverişli. Bir çata etkilə. Deməli burada belə bir maraqlı yer var. Balaca miniatür maşınlar satırlar. Dükanın hamısı balaca miniatür maşınlardır. Buradan da belə bir şəhərcik qurublar. Amma ki bir sözdür, Çinin Allah'ın olsun uşaqlar ləzzət edir mən. Balaca uşaqlar ləzzət edir. Mən bilən bunların vətəni Yaponiya olmalıdır. Pokemon'dur, Crayon Shinchan'dır. Amma burada da var. Huawei binasıdır deyə girdim ki, adapter zat taparam. Amma ki, şeydə moldur, bildiyiniz moldur. Geyim falan var. Buradakı bu oyuncaq sevgisi nədir? Nə qədər sevirlər bunlar oyuncağı?
Burada da robotlar. $5.9 470 oy 100 dolara yakındır. Cevabım 100 dolara yakındır. Nədir ki bunlar? 209 yuan, 50 manat. Çox bahadır, qiymətlər də bahadır. Yəni oyuncaq nə ki ona 50 manat verərsən. İndi düzdür bunların marağı var. Şəxsən mən heç bir marağım yoxdur. Belə bir yerdir. Yeməklər buradan pişir. Ortadan. Bu şəkildə də hamı oturub yeyir. Prosta mən bura girməyimin səbəbi yemək deyil. Girməyimin səbəbi yemək deyil. Gəlib burada trainik axtarır. Oy, bu nədir? Bu nə qoxudur belə? Cəmaat oturub yeyir. 牛肉锅盔，也看一看这有什么溜花。 Hər cür yeməyi tapmaq olur da burada. Dünyada yeyilməyəcək nə qədər şey var, amma ən çox yedikləri də ördəkdir, səhər deyil. Hamısı ördək atlar. Ancaq Pekin tak. Oy, bu nə qoxudur? İlahi, bu nə qoxudur? Öldüm ha Allah. Bu getdikcə hündürləşir. Bu da Çinin möhtəşəm metro stansiyası və artıq yavaş-yavaş videonun sonuna doğru gəlirik. Videomuzu bəyənib bizə dəstək üçün rəy yazsaz sevinərəm. Videonu dostlarınızla paylaşın.